Charles Nicol 21 sentyabr 1866-cı ildə Fransada təhsilə çox önəm verən orta sinif bir ailədə doğulmuşdu. O, 1893-cü ildə Parisdə Pasteur İnstitutunda tibb təhsilini tamamladıqdan sonra 1903-cü ildən ömrünün sonuna, yəni 1936-cı ilə kimi Tunisdəki Pasteur İnstitutuna rəhbərlik etmişdir. Bu dövrlərdə Tunisdəki Pasteur İnstitutu peyvənd istehsalında və bir çox xəstəliklərin araşdırılmasında uğur əldə etmişdi. Charles Nicol müşahidə etmişdi ki, səpkili yatalaq diaqnozu ilə xəstəxanaya gələn insanlar kasıb və çirkli geyinmiş olurlar. Onlar yuyunub təmiz paltar geyinəndə xəstəliyi ötürmürdülər. Charles Nicol ehtimal etdi ki, xəstəliyi bitkiləri yayır. Bunu sübut etmək üçün xəstə şimpanzədən götürülmüş bitkiləri sağlam şimpanzəyə yoluxdurdu. İkinci şimpanzə səpkili yatalağa tutuldu. Bu, o dövr üçün çox önəmli kəşf idi. Gigiyena və geyimlərin dezinfeksiyası ilə səpkili yatalaq epidemiyasının qarşısı alındı. Sonralar məlum oldu ki, səpkili yatalaq bitkilərin dişləməsindən yox, onun nəticəsindəki bakteriyaların qaşınma zamanı dəridəki cızıqlardan qana keçməsi nəticəsində yoluxur. 1928-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı səpkili yatalağın bitkilər vasitəsilə yayıldığını müəyyən etdiyinə görə Charles Nicola verildi.